Türk əsilli əcnəbilər üçün Türkiyədə iş icazəsi almaq asanlaşdırılır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı fərmana əsasən, Türk əsilli əcnəbilər indiyəcən yalnız Türkiyə vətəndaşlarının çalışa bildiyi bir sıra işlərdə də işləyə biləcəklər. Yeni fərmanı Azərbaycanda bir çoxları eyfariya ilə qarşılayıb. Sosial şəbəkələrdə bu fərman Türk dövlətlərinin bütün vətəndaşlarına aid edilən bir güzəşt kimi yozulub. Amma fərmanda türk əsillilərin kimlər olduğu, hansı ölkələrin vətəndaşı olduğu qeyd edilməyib. Türkiyəli vəkil Berkin Arıcan deyir ki, əslində türk əsillilərlə bağlı qanun 1981-ci ildən qüvvədədir. Yeni dəyişikliyin detalları hələ açıqlanmasa da, əlavə edilən bəndə əsasən dəyişiklik vətəndaşı olduğu ölkədə azlıq nümayəndəsi olan və ya özündən asılı olmayan səbəblərdən peşəsini icra edə bilməyənlərə aiddir. Yani az önce dediğiniz gibi kendi ülkesinde bu mesleği icra edemeyen kişilerin belirlenen, Cumhurbaşkanınca belirlenen Türk soylu topluluklarından olması halinde Türkiye'de bu işleri yapması gerekir. Ancak çok önemli bir kıstas daha var. Burada şu vatandaşı olduğu ülkenin kahir ekseriyetinden farklı bir etnik veya kültürel kimliğe sahip olma şartı getirildi. Dolayısıyla bu şart bize gösteriyor ki bu uygulamanın biz azınlıklara yönelik olarak uygulanacağını öngörüyoruz. Ama tabii bunlar şöyle, bu yönetmelik değişikliği henüz çok yeni. Geçtiğimiz hafta Cuma günü yayınlandı. Ve buna ilişkin bakanlığın herhangi bir uygulamasına dair detaylar henüz kamuoyuyla paylaşılmadı veyahut da uygulamaya dair detaylara ait değiliz. Türkiyədə İqtidar Partiyasının sədr müavini Kürşad Zorlu mətbuata bu düzəlişin Türk dövlətlərinin vətəndaşlarına aid olmadığını açıqlayıb. Bu, Türk dövlətləri xaricindən gələn və hazırda ölkəmizdə yaşayan soydaşlarımıza aiddir. Proses davam edir və prezidentin sərəncamı ilə həyata keçiriləcək. Bu açıqlamadan belə çıxır ki, Azərbaycan vətəndaşları da daxil Türk dövlətlərindən olanlarla bağlı qaydalarda hər hansı bir dəyişiklik və ya güzəşt yoxdur. Söz gedən dəyişiklik xarici ölkələrdə milli azlıq olan türk əsillilərə, məsələn Uyğurlara, Axıska türklərinə, Krım tatarlarına aid edilə bilər. Hazırda Türkiyədə iş icazəsi verilən 89 min türk əsilli əcnəbi var. Türk əsillilər Türkiyədə silahlı qüvvələr və təhlükəsizlik orqanları istisna özəl və dövlət qurumlarında işləyə bilərlər. Digər əcnəbilərin isə işləyə bilməyəcəkləri xeyli sahələr var. Bura məhkəmə, gömrük, vəkillik, notarius, əczaçılıq, özəl təhlükəsizlik şirkətləri də daxil bir çox sahələrə aiddir.